Salam, hörmətli tamaşaçı. Ötən 10 ildə həyatımızda nələrin baş verdiyini təxmin etmək mənə elə gəlir hamımız üçün çox aydın bir məsələdir. Və gələcək 10 ildə həyatımızda hansı texnoloji yeniliklərin baş verməsini daha doğrusu dərk eləmək üçün həm də ötən 10 ilə nəzər yetirmək lazımdır. Mən təxminən 2000-ci illəri xatırlayıram və informasiya texnologiyalarının hələ o qədər də geniş intişar tapmadığı bir məkan, bir zaman və bu 2000-ci ildən ayrılaraq 2020-ci ilə nəzər yetirmək istəyirəm. Dünyanı bəlkə də indi dərk eləyə bilməyəcəyi çox saylı yeniliklər, innovasiyalar bizi haqlayacaq. Və bir araşdırmalara görə təkcə 2020-ci ildə internetə bağlı 20 milyard cihaz istehsal olunacaq. Əcaba, bunlar harada tətbiq olunacaq? Və 3 boyutlu, 3 ölçülü televizor daim internetə bağlı holoqramik televizorlarla əvəz olunacaq və eyni zamanda 2023-cü ildə alimlərin araşdırmalarına görə yazılı kağız mətbuatının, qəzetin, yəni kağız nüsxələrinin artıq əlvidasına, sonuna belə deyək, gəlinəcək və tamamilə yeni şeylər, bu sadaladığım fikirlər təbii ki, çox az bir məqamları ehtiva edir, hörmətli televiziya tamaşaçıları. Bütün bunların müəllifi isə elmdir. Bugün danışacağımız elm. Elmə isə iqtisadi amillər stimul verməlidir. Beləcə, hörmətli televiziya tamaşaçıları, bugün panelimizdə əyləşən insanlar Azərbaycan elmini təmsil edən insanlardır və mən onların adlarını istərdim sizə təqdim edəm. Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun icraçı direktoru Elçin Babayev, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Professor Millət Vəkili Gövhər Baxşəliyeva və Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşı, Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Qədirov. Xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Və onu qeyd eləmək istərdim ki, bugün Azərbaycan alimlərinin, gənc tədqiqatçılarının öz layihələrini, elmi işlərini, proqramlarını həyata keçirmək üçün üst tutduğu bir ünvan var. Bu, Elmin İnkişaf Fondudur və biz Elmin İnkişaf Fondunun bu günlərdə adları qalib olaraq, müxtəlif müsabiqədə qalib olaraq adları çəkilən, adları sadalanan insanları dəvət eləmişik. Onlar hamısı Azərbaycan elminin bu və digər məkanlarında çalışan insanlardır və onlarla bir yerdə elmin qarşısına duran tələblər və elmin maliyyələşdirmə imkanları və gələcək innovasiyalarla bağlı mövzu ətrafında danışacağıq. Və hörmətli televiziya tamaşaçılar və hörmətli auditoriya, rica edirəm siz də, yəni televiziya tamaşaçıları bizim elektron ünvanımız və 404-1132 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilərlər və sizin də açıq müzakirənizi istəyirik ki, bizim proqramımız daha canlı olsun. Müəllim, mən qeyd elədim ki, biz gənc alimlərimizin uzun müddət axtardığı bir ünvanı artıq tapmışıq. Mən bildiyimə görə 4-cü müsabiqənin nəticələri bir neçə gün bundan öncə təqdim olundu və ilk dəfə olaraq gənc alimlərin işlərinin, layihələrinin qiymətləndirilməsi, ekspertizadan keçməsi və nəhayət onların qaliblər olaraq adları keçdi və müxtəlif kütləvi informasiya vasitələrində biz bunu gördük. Siz bununla bağlı nələri deyə bilərsiniz və qarşınıza qoyduğunuz məqsədlərə, qoyulan məqsədlərə çatdınızmı? Buyurun. Əvvəla mən bir faktı qeyd etmək istəyirəm ki, sizin bugünkü verilişi bir tarixin bir səhifəsi kimi qeyd etmək olar. Çünki ilk dəfə olaraq Azərbaycanda gənc alim və mütəxəssislərin müsabiqəsi keçirildi və həmin bu qaliblər məhz pionerlər sayıla bilər və bunların ömürlük olaraq belə deyək, avtobiografiyasına yazılası bir məsələdir. Və burada məhz seçilmişləri əyləşibdir. Və ilk pionerlər, təbii ki, bununla biz məsələn bitirmirik və bu proses daim davam edəcəkdir. Digər bir məsələni də qeyd etmək istəyərdim. Biz gənclər müsabiqəsinə çox əsaslıqla yanaşdıq. Yəni, burada hətta biz müsabiqənin şərtlərini müəyyən edərkən, elmi prioritetləri müəyyən edərkən sizləri də dinləməyə çalışdıq və eyni zamanda hətta o dərəcədə biz dərinliyinə getdik ki, tarixlərə belə fikir verdik. Baxın, müsabiqəni biz 10 noyabr gündə elan etdik, Ümumdünya Elm Günündə. Müsabiqənin nəticələrini biz bahar yurdumuza qədəm qoyanda 20 mart tarixində elan etdik.
və müsabiqənin ilə bağlı biz görüş keçirdəcəyik və bu görüş də 12 apreldə təsadüf edəcəkdir. Bu da Ümumdünya Kosmos gününə təsadüf edir. Yəni hətta biz belə kiçik detallara qədər fikir veririk, amma həqiqətən də elmin inkişafı fondu doğrudan da fəxr edir ki, gənclər siz dediyiniz kimi bir pənah gətiriblər. Onların ünvanı düzgün ünvandır. Biz bundan bir fəxr duyuruq ki, biz sizə xidmət edəcəyik, biz buna daim hazırıq və yalnız sizdən daha çox təşəbbüslər olmalıdır, real təşəbbüslər olmalıdır və yalnız siz layihə udmaqla və qalib gəlməklə iş bitmir. Bundan sonra siz biz lokomotiv kimi arxanızda gələn o digər gənc alimləri də aparmalısınız və təbii ki, bu məsələdə biz daim dövlətin qayğısını hiss edirik. Bu təmənnasız olaraq bir edilən və ölkənin, xalqın, vətənin gələcəyinə hesablanmış bir addımdır. Yəni bu bəhrələri biz vaxtı gələndə ən belə məhsuldar bir effekt kimi görəcəyik. Çünki elm və gəncliyə əsaslanan, o söykənən inkişafdan danışmasaq, bizim o inkişafımız hər tərəfli ola bilməz. Görək xanım, və siz eyni zamanda Fəxrəddin müəllim də, həm də bundan əvvəl keçirilən müsabiqənin qaliblərisiz. Mən sizi də təbrik edirəm və mən bildiyimə görə növbəti gün həm də bu ötən ilki müsabiqənin yekun, belə deyək, gününə təsadüf edəcək. Ən azı nəticələrlə bağlı danışa biləcək. Qalib layihə rəhbərlərinə hətta sertifikatlar təqdim ediləcəkdir. Çox yaxşı, yəqin burada əyləşən, panelimizdə əyləşən insanlar da o sertifikatları alacaqlar. Siz uzun müddətli akademiya ilə bağlı olan bir insansınız. Ümumiyyətlə, bu cür layihələrin keçirilməsi, bu qrant müsabiqəsinin nəticələri bizim Azərbaycan elmində yeni tədqiqat ənənəsinə rəvac verəcəkmi? Əlbəttə ki, verəcək. Ümumiyyətlə, biz alimlər çoxdan bu kimi elmi layihələrin maliyyələşdirilməsini çoxdan gözləyirdik. Bildiyiniz kimi, Sovetlərdən bizə qalmış bu Elmlər Akademiyası sistemi əlbəttə ki, çox böyük üstünlüklərə malikdir. Bu, ixtisaslaşdırılmış institutların yaşaması. Amma eyni zamanda Sovetlərdən qalmış bir məsələ də var. O, əmək haqqının ödənişində bir növ Rusça uravnilovka deyirlər. Bərabər hamıya məvacib verilir. Bu da əlbəttə ki, elmdə sürətli inkişafa, elmdə sabahın ulduzlarının parlamasına bir qədər az şərait yaradır. Ona görə biz alimlər olaraq, elmin maliyyələşdirilməsində dünyada mövcud olan praktikaya keçməyi çoxdandan arzulayırdıq. Bu layihələr üzrə qrant şəklində müəyyən layihələri maliyyələşdirmə əlbəttə ki, çox önəmlidir. Bugünün tələblərinə cavab verir. Xüsusən də bu gənc alimlər arasında bu cür müsabiqələrin aparılması çox önəmlidir. Bildiyiniz kimi, ölkədə proqram həyata keçirilir. Gənclər inkişafı haqqında proqram həyata keçirilir və o dövlət gənclər proqramı qəbul olunub və o proqramda gəncliyimizin inkişafı üçün müəyyən istiqamətlər müəyyənləşdiribdir ki, o istiqamətlərdən biri də Azərbaycan gəncliyini daha çox elmə cəlb eləmək, onlar üçün şərait yaratmaq, sabahın böyük alimlərini yetişdirmək. Bu kimi problemlərin həlli üçün əlbəttə ki, Elm Fondu bugün çox böyük iş görür və inşallah gələcəkdə də biz gözləyirik ki, daha böyük işlər görəcək. Xanım, sizin layihə ilə bağlı sonraki zamanda danışacağıq. Mən çox istərdim Fəxrəddin müəllim bizimlə söhbətə qoşulsun. Fəxrəddin müəllim, biz bilirik ki, Milli Elmlər Akademiyasının bəlli büdcəsi var və bu büdcənin cari, deyək, elmi tədbirlərə sərf olunması kifayət qədər çətin olur. Çünki burada hər şeyin dəqiq əmsalları göstərilir filan. Amma Elm Fondunun əsas əhəmiyyəti ondan ibarətdir ki, gənc alim elmi məzuniyyətə getmək istəyir, yaxud da ki, hər hansı bir layihəsi var, onun maliyyəsini tapmaq istəyir. Və bu çox çətindir. İndi bilirsiniz ki, bizim iş adamlarımız çox təəssüflər olsun ki, elm insanlarına o qədər də sıcaq, isti yanaşmırlar onların layihələrinin maliyyələşdirməsi yönümdə. Amma dövlətimiz bu cür imkanı yaratdı gənclərimiz üçün. Və siz də ötən ilki müsabiqənin qaliblərindənsiniz. Mən sizin işinizə baxdım, Bakı şəhərinin
zəlzələ ilə bağlı mikroseismik zonallaşdırılması və s. oradakı daha dəqiq siz deyəcəksiniz. Bu alim üçün nə deməkdir? Alimə hansı əlavə stimullar verir? Mən əvvələn qeyd edim ki, 93-cü ildən başlayaraq bizim institutumuz, mənim rəhbərlik etdiyim şöbə bir çox xarici qrantlarda iştirak etmişdir. Amma açığını söyleyeyim ki, o qrantlardan sonra mən bizim qrantı qalib olduqdan sonra mən özümü başqa cür hiss etməyə başladım. Yəqin ki, siz başa düşürsünüz. Bir var ki, sən xaricdən qrant alırsan, sən nəsə onu başqa cür həzm edirsən. Bir də var ki, sən öz vətənimin qrantını alırsan və nə edəcəyini çox yaxşı bilirsən. Yəni, bu qrantların fərqləridir. Yəni, bizim qrantımız mənə, necə deyərlər, daha doğmadır. Nəinki mənə, mənimlə işləyən bütün alimlərə, cavan alimlərə də, tələbələrə də, həm də bütün mənim yanımda olan hamı üçün çox doğmadır. Bu, çox vaxtında atılmış bir addımdır. Əlbəttə ki, biz hər zaman alimlər olaraq fikirləşirdik ki, biz yaşlaşırıq və bizimlə sonraki nəsl arasında böyük bir məsafə yaranır. Və bu məsafəni qət eləməyə çalışırdıq. Əlbəttə, belə bir məsafənin qət olunması üçün maliyyə dəstəyinə böyük ehtiyac var idi. Allahlar çox şükür olsun ki, məsələn, bizim hökumətimizin elmi-texniki proqramı var və bu elmi proqram, texniki proqram çərçivəsində, siyasəti sayəsində biz müraciət etdik yeni yaradılmış Azərbaycan Respublikasının prezidenti yanında elm fonduna və qrantın sahibi olduq. Bizim çoxdankı arzumuz idi ki, Bakı şəhəri üçün, belə bir böyük megapolis üçün bu işləri görək, bir sıra silsilə işlər görək. Bu, bizim başladığımız Bakı şəhərinin mikrotermor ölçmələri ilə mikroseismik rayonlaşdırılması işi bu silsilənin ancaq başlanğıcıdır, birincidir. Və burada bizim işimizdə deməli 2 tələbə, 2 aspirant iştirak edir. Yəni biz burada gənclər üçün çox böyük şərait yaratmışıq. Bunlar yəni öz işlərindən çox məmnundular. Biz onlar üçün maliyyə dəstəyi də veririk. Yəni demək olar ki, həm onların elmi işləri irəliləyir, həm də ki, maliyyə dəstəyi alırlar. Yəni bu çox hər tərəfli, çox lazımlı atılmış bir addım idi ki, biz bunun bəhrəsini çox yaxın zamanlarda görəcəyik. Təşəkkür edirəm. Hörmətli televiziya tamaşaçıları, bizim canlı efirimiz 404 11 60 nömrəli telefonla sizin ixtiyarınızdadır. Elmin inkişafı məsələlərlə bağlı hər hansı bir sualınız və yaxud da ki, məsələyə münasibətiniz olarsa, bu nömrə vasitəsindən bizimlə əlaqə saxlaya bilərsiniz. Gənc alimlərimiz əyləşiblər. Mən rica edirəm, onlar bizim suallarımıza cavab versinlər. Və 26 gənc alim bizim bugünkü siyahımızda təxminən gender bərabərliyi təmin olunubdur. 11 nəfər xanım və burada əyləşən insanlardan gedir söhbət. 15 nəfər isə bizim gənc, yəni bəylərimiz var burada. Sizə bu imkanlar nəyi verəcək? Bir alim kimi, gənc alim kimi bizim ən çox gileyləndiyimiz maliyyələşmə məsələsi idi. Və nəhayət gördünüz ki, maliyyə var. Siz bu maliyyəni taparaq hansı elmi uğurlara imza atmaq istəyirsiniz? Hansı layihələrinizi gələcək üçün də göz önünə gətirirsiniz? Buyurun. Mənə gəlir, həm də layihənin müəllifi olmaq burada öz fikirlərini ifadə eləməyə də bir kömək eləməlidir. Buyurun. İcazə versəydiniz. Təqdim edin özünüzü və buyurun. Anar Hətəmov, Azərbaycan Dövlət Aqrar Universiteti. Əlbəttə, bu layihə bugün 2009-cu ilin may ayında elmin inkişafı üzrə strategiya təsdiq olmuşdur cənab prezident tərəfindən. Və orada belə bir məsələ qoyulub ki, Azərbaycanda elmdə qocalma tendensiyasının qarşısının alınması. Bayaq qeyd olunduğu kimi bir qədər fərq yaranmışdı. Yəni, yaşlı nəsillər, gənc nəsil, orta təbəqənin formalaşması və bu qrantın, əlbəttə qrantlar çoxdur, bayaq qeyd olunduğu kimi, amma dövlətin qrantını əldə etmək, o təqdim etdiyimiz layihənin dövlətin sosial-iqtisadi inkişafını sürətləndirilməsi baxımından əhəmiyyəti, bu bizim üçün bir stimul yaradır. Doğrudan da bu böyük bir yəni, dəstəkdir dövlət tərəfindən. Və artıq bu layihə çərçivəsində hazırlayacağımız təkliflərin
ölkənin sosial-iqtisadi inkişafına xidmət etməsini yəni qarşımıza Sən konkret olaraq Goranboy rayonunun müqayisəli kənd təsərrüfatı ilə bağlı bir layihə eləmisiniz. Goranboy rayonu, bax burada hansı konturlar var və nə demək istəyirsiniz? Layihənin əvvəla mövzusunun seçilməsi müqayisəli üstünlüyə malik kənd təsərrüfatı sahələrinin iqtisadi əsaslandırılması məsələsidir. Bu günlərim dövlət tərəfindən iqtisadiyyatın bütün sahələrini, o cümlədən kənd təsərrüfatına dövlət dəstəyi həyata keçirilir. Subsidiyalar verilir, güzəştli kreditlər verilir, infrastruktur layihələri. Bu ümumi xarakter alır. Amma hər bir regionun özünün spesifikası var. Özünün malik olduğu, müqayisəli üstünlüyə malik olduğu sahələr var. Və həmin sahələrə diferensial yanaşma tələb olunur. Və həmin rayon da cəbhə bölgəsində yerləşir. Eyni zamanda mən orada böyüyüb boya başa çatmışam, iqtisadiyyatından yaxından tanışam. Və belə bir məqsəd qoydum ki, rayonun potensial imkanlarına uyğun gələn sahələri iqtisadi cəhətdən əsaslandırıb müvafiq təkliflərindən çıxış edəcəm. Yəni bundan mən belə başa düşdüm ki, hətta örnək kimi də istifadə oluna bilər və başqa rayonlara da tətbiq oluna bilər. Çünki bir ərazi ilə məhdudlaşmaq olmaz. Həm də İsmail, bizdə aqrar tədqiqatlara, elmi tədqiqatlara çox böyük ehtiyac var Azərbaycanla. Çünki bu sahə o qədər də çox təəssüflər olsun, inkişaflənmir, mən belə deyərdim. Elə yeri gəlmişkən, əgər bir statistikaya baxsaq, bu gənc alimlərin, əvvəla burada gənc alimlərdən hamısı iştirak etmir, onların sayı 84-dür və yalnız müəyyən qismi... Bəli, 26 nəfəri burada. Və əgər statistikaya baxsaq, bizim bu müsabiqədə biologiya, tibb və aqrar elmləri sahəsi ən çox grantı qazanıbdır. Yəni bunun özü hətta bizim üçün biraz qeyri-adi oldu. Adətən biz öyrənmişik ki, fizika, riyaziyyat, texnika elmləri sahəsində daha çox layihələr daxil olur. Və biz bir də çox sevinirik ki, humanitar ictimai elmlər sahəsində də artıq o layihələrin sayı artıbdır, keyfiyyətli layihələr daxil olmaqdadır. Və bunun özü də bir yaxşı statistikadır. Başqa bir məsələ odur ki, məsələn, siz Gəncə təmsil edirsiniz, belə götürəndə. Biz çalışırıq ki, balans gözləyək. Yəni ki, burada balans müxtəlif ola bilər. Həm regionlar üzrə bizdə Naxçıvandan da keçmiş layihə vardı. Sonra gender balansı məsələsi bizdə çox yaxşıdır. Statistikamız göstərir ki, təqribən bərabərdir. Sonra təşkilatlar, qurumlar arasında balans. Bəzən çox vaxt söhbət gedir ki, yalnız bu əsas akademiya xidməti. Əlbəttə, akademiya böyük bir təşkilat, elmin flaqmanıdır. İnstitutların sayı çox, əməkdaşların sayı çox. Amma artıq universitetlərdən və digər tədris müəssisələrindən, təbii də Azərbaycan Universitetindən də bizdə layihə keçibdir və onun özü də əhəmiyyətlidir. Qeyri-hökumət təşkilatlar və ictimai birliklər. Yəni bu balansın özü və bu fond təbii ki, bütövlükdə ölkədə elmin inkişafına xidmət etmək üçündür. Mən bunu qeyd etmək istəyirdim sizin çıxışınızla bağlı. Proqram öncəsi Azərbaycanın təmsilçisi, belə deyərdim, elm təmsilçisi Uğur Abdullah, Bakı Dövlət Universitetinin məzunu, Florida Universitetinin professoru, Amerikada çalışır. Onunla bizim virtual əlaqəmiz oldu və o bizim proqrama öz təbriklərini çatdırdı. Xüsusən də gənc müsabiqə qaliblərinə söylədi ki, Azərbaycan elminin gələcək inkişafı üçün çox böyük stimuldur. Mən riyaziyyatçılara üst tutmaq istəyirəm. Riyaziyyatçıların adı burada Zöhrab var burada, sonra Zöhrab buradadır da, elə deyil mi? Zöhrab müəllim fizikdir. Fizik, hə. Özdə nanotexnologiya sahəsində. Çox yaxşı. Zöhrab müəllim, siz bu nanotexnologiya, nano elm artıq bilirsiniz ki, dünyanın gələcəyini bununla araşdırmacılar bununla əlaqələndirirlər. Azərbaycan və nano elm, nano tədqiqatlar bu sahədə sizin hansı töhfələriniz ola bilər? İlk əvvəl mən istərdim həm dövlət rəhbərliyinə, həm də Elmin İnkişaf Fondunun rəhbərliyinə fürsət düşmüşkən minnətdarlığımı bildirəm bu diqqətə görə. Həm də onu da qeyd etmək istərdim ki, biz bu layihəni hazırladıqda, bu layihənin bütün belə deyək də formalaşmasında Elmin İnkişaf Fondunun bütün iştirakçılarına, yəni işçi heyətinə də minnətdarlığımı bildirəm. Çünki artıq biz hiss edirdik necə müəyyən fərdi yanaşma var hər bir layihə rəhbərinə. Çox gözəl izah olunurdu bütün bu. İndi sizin sualınıza qayıtdıqda onu demək istəyərdim ki, baxmayaraq ki, belə deyək də, yeni Azərbaycanın tarixi çox qısa müddət, belə baxanda 20 il qısa müddət olduğuna baxmayaraq, çox böyük, belə deyək, addımlar atılır
sırf elmi tərəfdən inkişafa doğru və nanotexnologiyanın da inkişafı onun bir qolu kimi xeyli mən tanıdığım bir neçə qruplar var ki, artıq o mövzu üzrə işləyir, o ixtisasda işləyir. Bakı Dövlət Universitetində belə bir qrup var ki, nanotexnologiya inkişafı ilə bağlı, hətta bu yaxınlarda oktyabr ayında nanotexnologiya laboratoriyası açılmışdır. Orada da Bakı Dövlət Universitetinin rəhbəri Abil Məlim Məhrəmov çox böyük qayğı göstərir. Sizin ümumiyyətlə vizyonunuz, görmək istədiyiniz tədqiqatlar və özünüzdə güc tapmaq istədiniz? Bilirsinizmi, nanotexnologiya dedikdə, yəni çox dərinə getmək istəmirəm. Orada nəzəriyyə bizə çoxlu imkanlar verir. Yəni nəzəriyyə biz baxanda onun imkanları məhdudiyyətsizdir. Yəni sadəcə onun yerinə yetirilməsi məsələsi var və ona görə də o dalıcan digər bir problemləri gətirir. Maddi texniki bazanın yüksəlməsi. Bunların birbaşa hazırladıqdan, yəni alandan sonra o nanotexnologiyanı biz lab belə əldə edəndən sonra da onların tətbiq hissəsi var ki, o da mütləqdir. Yəni amma istənilən o istiqamətdə istənilən bir addım sözsüz ki, alqışa layiqdir və biz şəxsən mən öz mövzum barədə desəm, təcrübəni harada aparırsınız siz? Biz fizika institutunda. Orada müasir cihazlar var, yəni bu təcrübə laboratoriya. Müəyyən cihazlarımız var, bəli, müəyyən maddi texniki bazamız var və ümid eləyirik ki, bu elmin inkişaf fondundan ayrılan biz maliyyə hesabına daha da onu gücləndirib müəyyən cihazlar alıb. Çünki yenə də deyirəm, bizim öz mövzumuza qayıtsaq, yəni ola bilərsiniz orada layihə adında qeyd olunub. Germani silisium müəyyən kristallardır ki, hansılar ki kremnidir, mikroelektronika əsas elementlərindən biridir və son zamanlar nəzər salsaq alternativ enerji mənbələri kimi günəş elementlərində geniş istifadə olunur və onların birbaşa Azərbaycanda yəni yaradılması, o texnologiyanın yaradılması, alınması və sonradan tətbiqi məncə çox məqsəd yönlü olar. Bununla bağlı siz bir gənc tədqiqatçı kimi, alim kimi bizim sahibkarlara yaxud da ki, belə sahibkarlıq mühitinə hər hansı bir təkliflərdə buluna bilərsiniz ki, yəni sözsüz, yəni bilirsiniz, yenə də deyirəm, o bizdən asılı olan onun alınmasıdır. Bizdən asılı olan... Siz onu alacaqsınız, amma tətbiqi bizim iş adamlarından asılıdır. Mən də o arzu ilə istərdim, həm dövlət tərəfindən, həm bu digər strukturlardan hamısı birgə bir, belə deyək də, bir işə qulluq eləsək, onun nəticəsini biz daha tez görə bilərik. Təşəkkür edirəm. Cihazlarla bağlı danışdıq. Çünki bu xüsusən də fizika, riyazi, ümumiyyətlə texniki elmlər, dəqiq elmlərlə bağlı alınan nəticələr həm də cihazlardan bilavasitə asılıdır. Bizim Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı institutlarından bu cihazları laboratoriya mühitinin müasirləşdirməsi ilə bağlı hər hansı bir işlər görüləcəkmi gələcəkdə? Mən hətta deyərdim ki, işlər artıq görülübdür və Zöhrəb müəllim yaxşı olardı bundan xəbəri olsaydı, mən çox sevinərdim. Mən biraz bir məsələni deyim, sonra tezli keçsin buna. İş ondadır ki, biz hər bir layihənin haqqında bütün informasiyanı əzbər bilirik. Yəni, burada icra seksiyasının əməkdaşları əyləşiblər. Soruşsanız, hətta atasının adına qədər də onların haqqında məlumat verə bilərlər. Bu yaxşı əlamətdir. Və mən misal kimi gətirmək istəyirəm ki, məsələn, bu layihənin özü bizi sevindirir. Çünki elm və akademik sistemi ilə təhsil sistemini bir yerə gətiribdir. Həm Bakı Dövlət Universiteti, həm də Fizika İnstitutu və Akademiya digər institutları təmsil olunub layihədə. Qaldı cihazla və nanotexnologiyalar məsələsinə. Biz qarşımıza bir mənalı və məqsəd qoymuşuq ki, yalnız ən müasir texnologiyalar alınmalıdır. Bu texnologiyalar uzun illər ərzində nəinki fiziki, mənəvi cəhətdən köhnəlməməlidir. Və yalnız bu cür cihazlarda alınmış elmi nəticələr Avropanın və Qərbin digər jurnallarında rəqabətdə davam gətirə bilərək dərc oluna bilər. Və buna görə də biz öz fəaliyyətimizdə bir xüsusi yol seçmişik və pilot layihələr adlı bir müsabiqə növünü biz təsbit etmişik və pilot layihənin qısaca mahiyyəti nədir?
həmin o köhnəlmiş maddi texniki baza inqilabi şəkildə dəyişdirilir. Mən qeyd edirəm, inqilabi şəkildə. Söhbət ondan gedir ki, burada tutaq ki, Yaponiyanın, Almaniyanın, Amerikanın və digər inkişaf etmiş ölkələrin ən qabaqcıl texnologiyası və bahalı texnologiyalar alınıb gətirilir və onlarla yanaşı eyni zamanda kadr hazırlığı məsələsi həll olunur. Ən mühüm məsələlərdən biri budur. Məhz gənc kadrlar göndərilir ezamiyyətə, ixtisas artırmaya və cihaz gəlib quraşdırılana qədər, çünki onlar sifariş əsasında gəlir, müəyyən 1-5-6 ay vaxt gedir və onlar gələndə artıq kadr var, onu işlətməyə, yəni cihaz gətirməklə iş bitmir. Konkret olaraq Fizika İnstitutunda bilirsiniz ki, 2 pilot layihə həyata keçirilir. Bunun biri 3 milyon manatlıq layihədir, pilot layihə. Bu az rəqəm deyil, bizim birinci müsabiqənin tən yarısıdır və yəni məbləğin yarısıdır. İkincisi isə 435 min manatlıq ikinci pilot layihə. Artıq bu pilot layihə çərçivəsində 3 çox gözəl cihazlar dəsti və nanotexnologiya sahəsində alınıb quraşdırılıbdır. Birinci cihazın qiyməti təqribən 1 milyon dollara yaxındır və Tokyo Instruments'dən gətirilibdir. Yəni, təsəvvür edirəm ki, bu reklam deyil. Çünki elm sahəsində bu tanınmış bu şirkətlərdir. Bunun özünün də ciddi əhəmiyyəti var. Çünki o dünyanın ən müasir texnoloji şirkətlərindən yer söhbət. Bəli, sonra digər cihaz alınıbdır Almaniyadan, deməli, Lot Oriel firmasından alınıbdır. Başqa bir cihaz, Advanced Laboratory Instruments oradan alınıb gətiribdir. Bunlar artıq quraşdırılıb, təhvil verilib, sazlanıb və hətta ilkin nəticələr alınır. İşləyə bilirlərmi bizim gənc əməkdaşlarımız, ümumiyyətlə institut əməkdaşları? Bununla bağlı məsələ. Mən hesab edirəm ki, siz yəqin ki, o cihazlarda mütləq işləməlisiniz və yalnız orada alınan nəticələrə biz etibar dərəcəsində. Sözün həqiqi mənasında iş gedir, yoxsa sizin dil bilginiz necədir? Yəqin bu orada xarici dilə, dil bilgisi. Dil bilgisi, yəni kifayət eləyər. Biz əslində, yəni belə deyək də, imkan olub Türkiyədə biz müəyyən treninqlərdən keçmişik. Çox yaxşı, bu çox vacib bir məsələdir. Araşdırmalar mərkəzində treninqlər keçirilmiş. Həmin cihazlarda biz müəyyən qədər işlər aparmışıq. Orada elektron mikroskop alınıb orada. Və sözsüz ki, Fizika İnstitutunda bu cür cihazlar qoyulduqda biz sadəcə müəyyən hazırlıq kursları keçiririk işçilər və sonradan... Təşəkkür edirəm sizə. Və telefon xəttində, siz yəqin söhbətimiz davam elətdirəcəyik, Elçin müəllim. Telefon xəttində Bakı Dövlət Universitetinin professoru Bayram Allahverdiyev var. Bayram müəllim, buyurun, sizin fikirlərinizi eşitmək istərdik. Axşamınız xeyir olsun. Təbrik edirəm sizin bu verilişinizi və ümumiyyətlə ictimai televiziyanın belə verilişləri ki, elmin inkişafına, mədəniyyətin, təhsilin inkişafına verilişlər təşkil edirsiniz, dərslər. Bunlar çox aktualdır. Ona görə sizin televiziyanın rəhbərinə minnətdarım və şəxsən o cümlədən sizə. Mən Bakı Dövlət Universitetində 45 il işləyirəm, özdə nəşriyyat işinlə məşğulam, kitab nəşriyyatla. 2 dənə layihə verdim mən Darvalar. Keçən o bir ildə qəbul olunmadı. Mən belə bir layihə vermişdim. Bəli, dünya nəşriyyat sistemləri, onların təcrübələrinin öyrənilməsi və Azərbaycan nəşriyyat sistemində tətbiqinin tədqiqi, yəni öyrənilməsi problemi, elmi baxımdan. Bu çox ciddi məsələdir. Çünki Azərbaycanda indi 400-dən çox nəşriyyat var, 400-dən çox özəl və dövlət nəşriyyatları. Və kitabın da fəaliyyəti, kitabın da vəziyyətini siz bilirsiniz. Bayram müəllim, biz sizin işinizin məzmunla bağlı çox üzrsən. Mümkünsə... Kitabların problemləri həll olunsun. Mən eşitirsiniz, Bayram müəllim. Dünyada aparılan təcrübə göstərir ki, elmə sərf olunan 1 manat, yarım, 2 manat, 4 manatdan çox gəlir gətirir. Akademik Trapeznikovun nəticələri, məsələ Rusiya elmində, SSR-də elm aləminə məlumdur. Ona görə mən xahiş edirəm ki, əgər problemləri həll edəndə belə problemlərə elmi fond ayrılsın, elmin dəstəyi verilsin. Yaxud da belə bir veriliş təşkilin, gərək dərdimizi televiziya vasitəsilə deyək. Təşəkkür edirəm və mənə elə gəlir fikirlərinizi qismən də olsa dediniz və gələcəkdə öz layihələrinizi fonda təqdim edə bilərsiniz. Aprobasiyadan keçəndən sonra yəqin ki, qəbul olunacaq. Çox sağ olun. Və hörmətli televiziya tamaşaçıları, biz qısa reklam aralığından sonra mövzuya yenidən qayıdacağıq.
Hörmətli televiziya tamaşaçıları, Açıq Dərsin canlı efirində biz Azərbaycanda elmi nəticələrin maliyyələşdirməsi ilə bağlı mövzu ətrafında danışırıq və panelimizdə Elm Fondunun icraçı direktoru, Milli Elm Akademiyasının Şərhşünaslıq İnstitutunun direktoru və eyni zamanda Geologiya İnstitutunun əməkdaşı və Milli Elm Akademiyasının müxbir üzvü əyləşiblər. Və mən burada xüsusi bir məqamı qeyd etmək istərdim. Görür xanım, sizin bilavasitə rəhbərlik elədiyiniz, sizin təqdim elədiyiniz layihənin xüsusi özəlliyi var Azərbaycan üçün, Azərbaycan tarixi üçün. Mənim bildiyimə görə eramızın ilk əsrindən ta müasir dövrümüzə dək olan dövrü Azərbaycanın tarixi, coğrafi şəraitini xəritələrdə əksi və onun müxtəlif dünya ölkələrində olan kitabxanalardan, müxtəlif arxivlərdən gətirilməsi təşkil eləyirdi. Və sizin bayaq bizdən danışanda qeyd elədiyiniz kimi çox uğurlu nəticələr var, çox uğurlu bir tarixi məxəzlərin Azərbaycana gəlməsi var. Və ümumiyyətlə danışın bundan bağlı, çox maraqlıdır bizim üçün. Sağ olun. Ümumiyyətlə, bu elmi ictimaiyyət kifayət qədər bu haqda bilir. Yəni, mən hər səfərimdən sonra verirdim məlumat, qısa da olsa, amma verirdik məlumat. Biz bu layihə çərçivəsində 4 ölkəyə səfərimizi nəzərdə tutduq. Bu Misir, ilk olaraq biz Misirə getməli idik. İspaniya, Fransa və İngiltərə. Amma hadisələr Misirdə bildiyiniz kimi belə inkişaf elədi. Odur ki, biz İspaniyadan başladıq. Nəysə, İspaniyanın həm paytaxtının, həm digər şəhərlərindən bir sıra biz həm ən böyük kitabxanalarını, arxivlərini, fondlarını gəzdik, baxdıq hamısına. Çox sağ olsunlar, çox böyük nəzakətlə bizi qarşıladılar, bütün materialları təqdim elədilər. Daha sonra Fransada biz olduq. Yenə də orada Parisin özündə bir neçə arxivdə, kitabxanada, Milli Kitabxanada, Mitterrand adına kitabxanada, digər sənədlər saxlanılan deməli fondlarda biz olduq. Və daha sonra biz İngiltərədə olduq. İngiltərədə həm Londonun özündə biz yenə Milli Kitabxanada bilirsiniz ki, ən zəngin fondlar saxlanılır. Daha sonra biz olduq Indian Office kitabxanasında, biz olduq digər onların sənədlər fondlarında olduq. Bəzən bir yerdə saxlanılır həm əlyazmalar, həm arxiv sənədləri. Daha sonra biz getdik Oksfordda. Oksfordda bilirsiniz 14-cü əsrdən yaranan böyük, möhtəşəm bir kitabxana, Bodleian kitabxanası yerləşir. Orada biz oturduq. Nəysə, nə mümkündür, bütün xəritələri biz nəzərdən, mövcud orada saxlanılan xəritələri nəzərdən keçirdik və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən, Azərbaycanın tarixi coğrafiyasına aid olan xəritələrin biz surətlərini çıxartdıq. Bəzilərinin surətlərin elə bizə icazə verdilər, şəklini çəkdik. Bəzilərinin elektron variantların özləri deməli hazırladı, verdi. Hətta biz İspaniyada hərbi arxivə də getdik. Orada da biz deməli çəkilişlər apardıq. Orada da biz elektron variantını bizə yazıb verdilər. Nəysə, çox zəngin belə bir bizdə materiallar əldə eləyə bildik. Onları gətirdik. Bir qalıb bizim deməli, mən hesab eləyirəm ki, biz mütləq Misirin məhz İskəndəriyyə şəhərinə getməliyik. Böyük o İskəndəriyyə kitabxanası var. Orada da işləməliyik. Qahirənin özündə mən daha öncə işləmişəm, nəzərdən keçirtmişəm xəritələri, oradan yığmışam. Və daha sonra mən artıq öz xəttimlə həm deməli Osmanlı arxivlərindən gətirdim o mövcud xəritələri və bu yaxınlarda yenə də öz xəttimlə mən Rusiyadan bizə aid xəritələri əldə etməliyəm. Nəysə, belə bir məndə arxiv yaradılır xəritələrdən. Mən elə gəlir ki, Azərbaycan tarixşünaslığı üçün, ümumiyyətlə bu şərq tədqiqatları üçün bu çox əvəzsiz bir məxəzdir. Və orada, bayaq siz qeyd elədiyiniz kimi, bizim qonşumuz Ermənistanın 20-ci əsrin əvvəllərində ərazisi indikindən, bayaq siz qeyd elədiniz, 4 dəfədən aşağı, 4 dəfədən az göstərilib.
və daha əvvəlki əsrlərdə ümumiyyətlə yoxdur həmin ərazi. Bilirsiniz, bu xəritələrin önəmi nədən ibarətdir? Bu xəritələrdə o əyani şəkildə görünür ki, məsələn, eramızdan əvvəl 4-cü əsrdə Böyük İskəndərin zamanında, o İskəndərin imperiyası zamanında Ermənistan, Kiçik Ermənistan, Böyük Ermənistan harada yerləşib? Dəclə ilə Fəratın arasında yerləşibdir. Açıq aydın, Tiqranakert şəhəri, məsələn, onlar hətta müsabiqələr keçirirlər gənc ermənilər arasında ki, Əskəranda Tiqranakertin qalıqlarını tapırlar, güya ki bunlar. Halbuki orada Tiqranakert də göstərilibdir. Bax, o Dəclə ilə Fəratın arasında Tiqranakert şəhəri də orada göstərilibdir. Bu xəritə biz tərəfdən tərtib olundu. Bu xəritə Florensiyalı alim Antonio Zatta adında Florensiyalı alim tərəfindən və elə də digər xəritələr Qərb alimləri tərəfindən, Şərq alimləri tərəfindən, Ərəb alimləri tərəfindən, Fransuz, Alman alimləri tərəfindən tərtib olunmuş xəritələrdir. O cümlədən də Rusiyada tərtib olunmuş xəritələr var, hansıların ki biz Fransada tapdıq. Deməli, Çar Rusiyasının Qafqazda əlahiddə Qafqaz korpusu olub, onun nəzdində olubdur bir topografik depo və o topografik depo deməli Rusiya Çar Coğrafiya Cəmiyyəti ilə bir yerdə bax bu regionun çox ətraflı xəritələrini tərtib ediblər. İnanın 19-cu əsrəcən o göl, Sivan gölü, Göycə gölü bir yerdə də Göycə gölü göstərilmir, bağışlayın, Sivan yazılmır. Hər yerdə bu tarixən Göycə gölü kimi tanınıbdır. Yalnız 19-cu əsrdən başlayaraq erməniləşdirmə ki gedibdir. Orada da yazılır ki Göycə, Or, Sivan, yəni Göycə yaxud Sivan. Bax, elə də digər Azərbaycanın tarixi toponimləri hamısı kəndlərdən beri, hətta Naxçıvanın məsələn Uzunoba kəndi də özü, Cəhri kəndi də özü əksini tapıbdır. Hətta Naxçıvanın Nuh məqbərəsi də özü əksini tapıbdır. Yəni bu dərəcədə ətraflı xəritələrdir. Mən əgər Elm Fondunun ayırdığı qrantın bax bu cəhətini xüsusi dəyərləndirmək lazımdır. İndiyə qədər bizim alimlərimizin maddi imkanları yoxdur ki, tutaq ki, İspaniyada, İtaliyada, Fransada və elə yaxın Türkiyənin özündə belə o fondlardan bu cür materialları gətirsinlər. Mən Asifi də qeyd eləmək istəyirəm. Asif Azərbaycan Universitetinin əməkdaşı kimi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sənədlərin Osmanlı arxivlərindən işlənməsi mövzusu üzərində işləyir və telefon xəttimizdə Azərbaycanlı alim və hal-hazırda Türkiyənin 100-cı universitetinin professoru olan Baxşəli müəllim var. Baxşəli müəllim, eşidirik sizi. Baxşəli Quliyev. Bəli, mövzumuz nədir? Baxşəli müəllim, biz Azərbaycan elminin inkişaf trendlərindən, inkişaf trayektoriyasına bağlı danışırıq və biz çox fəxr edirik ki, Azərbaycanlı alim Türkiyədə çox uğurla çalışır və sizin tövsiyələriniz, biz elmimizi necə inkişaf elətdirməliyik? Bunun üçün sizin təklifləriniz? Belə deyək, bu sualla əlaqədar mən bəri başdan onu demək istəyirəm ki, Azərbaycan elminin inkişaf yollarını, onun strategiyasını, onun ana xəttini müəyyən eləyəcək Azərbaycanda böyük Milli Elmlər Akademiyamız var. Bəli. Milli Elmlər Akademiyası deməli, onun bildiyimiz kimi hər elm sahəsində bacarıqlı, təkcə Azərbaycanda deyil, dünyada tanınmış alimləri var. Sözsüz bu inkişaf yolları onlar tərəfindən müəyyən edilir və deməli elmimizin, Elmlər Akademiyasının, bütün universitetlərimizin elm sahəsində görəcəyi işlərin hədəfi bəllidir. Elə ki, indiki bu sualı bana aid edirsiniz, mən öz fikirlərimi, öz tövsiyələrimi deyə bilərəm. Buyurun. Elmin, deməli, onu deyim ki, mən özüm texniki elmin nümayəndəsi olaraq fizika sahəsində çalışmışam. Həm Elmlər Akademiyasında çalışmışam. Ondan sonra da əsas fəaliyyətim bütün Azərbaycan elminin
deməli, kadro mənbəyi olan Bakı Dövlət Universitetində çalışmışam. Bəli. Hal-hazırda Türkiyədə Van Universitetində çalışıram. Elmimizə gəlincə, əgər mən bütün söhbətlərim texniki elmlərə aid olsa, əgər fizika, riyaziyyata aid olsa, elə bilirəm ki, bunu həm dinləyicilərimiz, həm siz bağışlayarsınız, çünki bu mənim sahəmdir. Zaman elə dəyişir ki, bugün elmin ön təpəsində yer alan problemlər 2 gündən sonra artıq öz yerini başqa sahələrə verməyə məcburdur. Mən öz çalışma həyatımdan bir misal gətirmək istəyirəm. Baxın, mən doktorantura illərinin təcrübəsindən deyəcək olsam, o vaxtlar deməli mənim çalışma sahəm yarımkeçiricilər fizikasında aid. Deməli, məhdud ölçülü nümunələri, xassələrini öyrənmək idi və buna bir modda olan bir ad deyirlər, mikro miniatürləşmə prosesi deyə. Amma bugün artıq o mövhum, o anlayış öz gücünü itirmişdi. İndi nanotexnologiya deyilən elə bir sahə, yəni bütün inkişafımızın, bütün elm sahələrimizin, tibbidən tutmuş iqtisadiyyətə, iqtisadiyyətdən tutmuş biologiya, hansı sahəni deyirsən, deməli bu fizikanın, riyaziyyətin, bu biyologiyanın inkişafı bütün inkişaf yollarımızı müəyyən eləyir. Ona görə də mən bugünkü elmimizin inkişaf yollarını onda görürəm ki, elmin müasir inkişaf səviyyəsində nələr baş verir? Birinci növbədə ondan xəbərimiz olmalıdır. Təşəkkür edirəm sizə, Baxşəli müəllim. Çox sağ olun. Baxşəli müəllimlə söhbət əsnasında mənim ağlıma belə bir ideya gəldi ki, bizim təkcə Türkiyənin Bilkənd, Orta Doğu Texnik Universiteti və digər universitetlərində onlarla müxtəlif sahələrdə kimya, fizika, riyaziyyat, elə musiqi sahəsində alimlərimiz var və onlarla mən Bilkənd Universitetində gördüyüm bir mənzərəni sizin nəzərinizə çatdırım ki, Əli Doğramaçı Bilkənd Universitetinin təsisçi rektoru söylədi ki, biz Azərbaycan alimləri ilə fəxr edirik və onlar bizim Bilkənd Universitetinin simasıdır. Belə bir gələcəkdə qrant müsabiqələri təşkil oluna bilərmi ki, bizim xaricdə olan Azərbaycan alimləri? Çünki mən elə gəlir onların tədqiqat aparması, bəlkə Azərbaycana gəlməsi, burada əməkdaşlıq əlaqələri, bizimkilər, yəni buradakı alimlərimizlə mən elə gəlir çox faydalı olardı. Necə düşünürsünüz? Əslində bizim bu ideya çoxdan var, hətta mətbuatda da bu haqda gedibdir və çox maraqlı bir ideyadır. Biz bunu yaxın gələcəkdə reallaşdırmağı nəzərdə tuturuq. Çünki hal-hazırda fondun ilkin vəsaiti hələ ki Azərbaycan alimlərinin ən aktiv təbəqəsini deməli, yəni o ən fəal işləyən məhsuldar alimləri deməli dəstəkləməyə kömək edir. Amma yəqin ki fondun maliyyə vəsaiti artdıqca, imkanlar genişləndikcə, eyni zamanda daha yeni mexanizmdə yarandıqca biz bu məsələyə qayıdacağıq və mütləq diasporada olan tanınmış alimlərimizi dəstəkləmək üçün xüsusi birgə qrant müsabiqələrinin təşkilindən istifadə edəcəyik. Amma hal-hazırda isə bizim xaricdə olan diasporadakı məşhur alimlərimizin özü də müəyyən mənada köməklik göstərir. Məsələn, bizim biologiya sahəsində olan qrant layihələrinin birində o tanınmış alimlərimizdən olan Qərib müəllim Mürşidov özü həm rəhbər qismində iştirak edir. O indi hal-hazırda Birləşmiş Krallıqda universitetlərdən birində çalışır. Və yaxud da biz onlardan başqa cür istifadə edirik. Ən azı ekspert qismində, müstəqil ekspertlər kimi biz onların deməli köməyindən istifadə edirik. Amma gələcəkdə bu reallaşsa çox yaxşı olar. Çünki dünyanın əksər ölkələrində, xüsusilə keçmiş Sovet ölkələrində vaxtı ilə kənara köçüb getmiş alimləri geriyə qaytarmaq üçün bir xüsusi mexanizm. Xüsusən Rusiyada buna bağlı proqramı bilirsiniz ki, onun özü tətbiq olunur. Bu məsələyə yəni ki, biz nə vaxtsa qayıdacağıq, mütləq lazımdır. Bizim gənc alimlərimizdən, buyurun. Elçin müəllimin sözünə qüvvət. Bizim layihədə Azərbaycan Cumhuriyyəti tarixi ilə bağlı Osmanlı arxiv sənədləri ilə bağlı layihədir. Mən də layihə rəhbəri kimi Vasif Qafarov.
Bizim layihədə Türkiyədə çalışan Azərbaycanlılardan bir nəfər daxil eləmişik. Qiyas Şükürov həmin deməli vaxt Türkiyədə qurtarıb universiteti orada müdafiə edib, amma bizim layihədə iştirak edib. Vaxtı üçün Osmanlı arxivində bir yerdə onunla çalışmışıq və onu da bizim layihəyə daxil eləmişik bu dəfə. Bütövlükdə baxdıqda Gövhər xanım da bayaq qeyd elədi xəritələrlə bağlı Osmanlı arxivində kifayət qədər bu xəritələrimiz də var. Hətta maraqlı olan bir şey nədir? Özüm deməli dissertasiya işim Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsidir. Onunla bağlı 2006-2008-ci illərdə Osmanlı arxivində, eyni zamanda Türkiyənin başqa arxivlərində tədqiqatlar apardıq. Orada Azərbaycanla bağlı yəni eyni qədər materiallar var. Təsəvvürün təkcə 1-ci Dünya müharibəsi 14-18-ci illərlə bağlı yəni 10.000 səhifələrlə materiallar çıxır. Onunla bağlı maraqlı xəritələr çıxdı ki, İstanbul konfransı dövründə Azərbaycanın da ərazi iddiaları var, xəritə təqdim edilib, ermənilərin də ərazi iddiaları var, gürcülərin də hər üçü xəritə təqdim edilib, amma ermənilərin təqdim elədiyi xəritədə Qarabağ yoxdur. Onların iddiaları yoxdur. Yəni Azərbaycanın da orada istədiyi yerlər var, hansı ki Azərbaycanın iddia elədiyi yerlər bugün heç bir Azərbaycanda deyildir. Faktiki Ermənistan dövləti 9,8 min kvadrat kilometr ərazidə yaranıb, bugün ərazisini 3-4 dəfədən artıq genişləndirə bilmişdir. Eyni zamanda Azərbaycan Cumhuriyyəti tarixinin əsas mənbələri Osmanlı arxivləridir. Təsəvvür edin ki, bizdə ən məşhur olan 1918-ci ilin Batum müqaviləsidir. Cumhuriyyətin ilk addımı kimi 11 maddəlik müqavilədir. İndiyə qədər Azərbaycan tarixşünaslığında həmin müqavilənin rus dilinə tərcümə olmuş variantından istifadə olunur. Amma ilkin variantla rus dilinə tərcümə olmuş variant belədir ki, 11 maddəlik müqavilənin 9 maddəsi səhv tərcümə olunur və ya qüsurlar var, çatışmazlıqlar var. Bu ilkin sənədlərin Azərbaycana gətirilməsi elə fikirləşirəm ki, həmin dövrdə olan bir boşluğu aradan qaldıracaq. Cumhuriyyət dövrü ilə bağlı İngiltərə arxivləri gətirilib akademiyada Nigar Maxwell tərəfindən, amma Cumhuriyyət dövrü sənədlərinin əsas beşiyi Osmanlı arxividir ki, biz də bunu qarşıya qoymuşuq bu layihə çərçivəsində Azərbaycanı gətirib burada təşəkkür edirəm. Mən elə gəlir, bu sizin işinizin ilk addımıdır. Mən sizə əmin edirəm ki, nəinki Cumhuriyyət dövrü, eləcə erkən orta əsrlər, Səlcuqlar dövrü, Osmanlılar dövrü. Bəli, Osmanlı bir dəryadır Osmanlılar. Şirvanşahlarla Osmanlıların arasındakı olan münasibətlərin əsas formulası, əsas o məxəzi məhz İstanbul arxivlərində yəqin yer tapır. Biz çox maalesef, əfsuslar olsun ki, biz hələ ondan xəbərdar deyilik bir çox halda. Təbiidir ki, sizin layihəniz araşdırılarkən, qiymətləndirilərkən bütün bunlar hamısı haqqında bizə məlumat var. Həm müstəqil ekspertlərin fikri, həm özümüzü də bəzən paralel olaraq araşdırma aparırıq və məsələ bunların əsasındadır ki, sizin layihəniz qalib gəldi. Ona oxşar bir başqa layihə vardı, amma o qalib gəlmədi. Əcməm, Fərhadi müəllimlə istərdim biz bir sual ətrafında danışaq. Vaxtımız 10 dəqiqə təxminən vaxtımız var. Bizim elektron ünvanımızda belə bir müraciət gəlib ki, bizim sahibkarlar nə edirlər? Onlar gedirlər, xaricdən yeni texnologiyanı alırlar, sonra isə burada tətbiq edirlər. Amma heç bir xarici dövlət, heç bir innovasiyanı və ya texnologiyanı alıcıya tam öyrətmir. Həmişə çalışırlar ki, onlardan asılı vəziyyətdə qalsın. Vaxtaşırı məcburən onları çağırıb deyirlər ki, bəs bu işləmir, gəl yenidən baxaq. Bax, siz bir alim olaraq, sizin texnologiya, yəni o layihəniz bizim istər dövlət qurumları tərəfindən, istər sahibkarlar tərəfindən sifarişlə qarşılanırmı? Yəni, hər hansı bir tətbiq nəticələri varmı? Bəli, biz hələ layihəni tamamlamamışıq. Ancaq birinci ili tamamlanıb və bizim artıq burada müəyyən qədər nəticələrimiz vardır. Və bu nəticələri biz kütləvi informasiya vasitələri ilə çatdırdıq, bəzi kütləvi informasiya vasitələri ilə və təbii ki, bu ilə maraqlananlar oldu. Məsələn, mən dəqiq deyə bilərəm ki, BP şirkəti maraqlandı və biz onlarla kontrakt bağlayaraq bu saat Bakı, Tbilisi, Ceyhan boru kəmərinin Azərbaycan hissəsində həmən mikrotremor ölçüləri ilə mikroseismik rayonlaşdırma işini aparırıq. Bu layihənin nəticəsi olaraq? Bu layihənin alınan nəticələr əsasında onlarla biz müqavilə bağlamışıq. Çox yaxşı. Yəni, ilkin nəticələr. Bəli, çox maraqlı olduğuna görə ilkin nəticələr. Əvvəl biz, məsələn, bu grant biz qalib olmasaydik, biz bunu heç vaxt, yəni sözlə deyəcəkdik, heç bir şey göstərə bilməyəcəkdik nəticə. Amma indi bizim imkanımız var, nəticələri də göstəririk, həm də sözlə də deyirik. Yəni, başa düşürlər.
Bu nə üçün lazımdır? İkinci, SOCAR, Azərbaycan Dövlət Neft Şirkəti bizimlə çox böyük bir müqavilə bağlamışdır. Yeni Sanqaçal terminalının arxasında bir neft kimya deməli, kompleksi tikiləcəkdir. Dünən onun təqdimatı oldu səhvləmə. Baxın, biz oranın mikrotermor ölçülərini aparacaq. Həmin bu metodla o ərazinin təhlükəsizliyini öyrənəcək. Yəni, deyildiyi kimi artıq elmin nəticələri və onun tətbiq istiqamətləri var. Bununla biz həmişə bizim bu studiyamızda çox belə heyfslənə, yana danışdığımız mövzular, bunları doğrudan da görəndə hər yaxşı iş öz tətbiqini tapmalıdır. İcazə versəz, mən bir gənclərə müraciət edərdim və onların rəhbərlərinə. Pyotr Kapitsanın bir belə sözü var ki, bir yaxşı elmi işi çox qısa olaraq şərh eləmək mümkündür. Yəni, onlar həmişə elmi işi başlayanda, yəni bizim elm inkişaf fondunda da seçim üçün də rahat olsun deyə, o elmi işi elə yazsınlar açıq bir şəkildə. Mənim mücərrəd olmasın. Çox açıq bir şəkildə ki, qiymətləndirmək də asan olsun. Sonra onlar da bu işin nəticələrini yazanda çox qısa olaraq yazsınlar. Təşəkkür edirəm. Elçin, biz sizlə müzakirəni davam etdirəcək, amma rica edirəm qısa cavab verin. Bayaq Fərhad mənim qeyd elədi. Elmi işin yazılması, onun o nəticələrin ümumiyyətlə sıralanması və təqdimat filan, bunlar xeyli dərəcəli çətin bir işdir. Yəni, müasir dünya elminin artıq o gözü ilə, nəzəri ilə bu işləri yazmaq lazımdır. Bizdə bu sahədə hər hansı bir treninqlərin keçirilməsi var? Bizim çox gözəl təcrübəmiz var. Burada olan hər bir kəs onu sübut eləyə bilər. Özümüzdə öyrədici seminarlar keçiririk. Gənclərin müsabiqəsi üzrə 5 seminarımız olmuşdu və o kimlər ki, orada iştirak etmişdi, onların layihələri daha uğurlu alındı. Niyə? Suallara cavab veririk, hansısa bir qaranlıq yerlər və aydınlıq gətirilir və müəyyən mənada göstərilir ki, hansı yolla bunu yazsaq daha. Və tamamilə Fərhad, mən razıyam ki, yazılışdan çox şey asılıdır. Yəni, əlavə sözlərə, təbiət, gül, çiçək, bunlara ehtiyac yoxdur. Bilavasitə məzunindən danışanda və yazanda sadəcə özünü həmin ekspertin yerinə qoymaq lazımdır. O, məşhur multiplikasiya filmində olan Mr. Fix kimi. Yerinizi sadəcə olaraq dəyişin və deyin ki, mən bunu yazsaydım və mən ekspert olsaydım, bu yazılanı başa düşərdim ya yox. Qiymətləndirmədə orada çox şey asılıdır və tamamilə bu ağırlı problemlərdir. Ağırlı problemdir və digər buna bağlı bir məsələ Gövhər xanım da fikrini bildirə bilər. Bizdə milli istinad indeksli jurnalların yaranması, buna bir sizin belə deyək, yəni bir alim kimi Gövhər xanım da münasibət bildirə bilər. Varmı gələcəkdə bununla bağlı fikirlər? Mən konkret deyim, bəli, bizim 3-cü müsabiqənin, yəni keçən ilin 1-ci müsabiqəsi, bizim sıracı 3-cü müsabiqədə xüsusi bir qrant layihəsi var. Məhz Azərbaycanda milli istinad indeksinin yaradılması üzərində iş gedir və ona deyək ki, həmən o istiqamətin konsepsiyası hazırlanır. Bu məsələdə İnformasiya Texnologiyalar İnstitutu və Geologiya İnstitutunun əməkdaşları iştirak edirlər. Bu məsələ də ortalığa qoyulacaqdır və təbiidir ki, bunun özü böyük bir məsələdir. Deyin, əvvəl konsepsiya hazırlanacaqdır. Sonra isə o konsepsiya əsasında konkret əlavə yeni layihələr dəstəklənəcəkdir. Xanım, sizin fikriniz var? Mən sizə ümumiyyətlə demək istərdim ki, bizim jurnallarda, hər bir elmi tədqiqat institutunun öz elmi jurnalları var. Məsələn, bizim institutda 3 elə elmi jurnallar nəşr olunur. Elmin şəxsşünaslıq elmi bilirsiniz ki, çox profilli bir elmdir və o elmin müxtəlif sahələrinə aid 3 jurnal. Və mən demək istəyirəm ki, bizim jurnallarda da çap olunan məqalələrin xeyli hissəsi məhz o beynəlxalq, o indeksli jurnalların tələblərinə tam cavab verir. Və bundan əlavə, əlbəttə ki, o jurnallara da göndərilir, orada da çap olunurlar və beynəlxalq konferanslarda ki, iştirak edirlər. Hər il bizim institutdan bir 50-60 nəfər mütləq müstəqilliyin üstün cəhətlərindən biri də odur ki, Azərbaycan alimləri kütləvi şəkildə artıq xarici konferanslarda, tədbirlərdə iştirak edir və o məruzələr mütləq çap olunur və onların da böyük əsəriyyəti o yüksək indeksli jurnallar. Təşəkkür edirəm mən sizə. Mənə elə gəlir ki, bizim söhbətimizin gələcək mövzuları hələ var və biz bu və ya digər məsələlərlə bağlı elə bu auditoriya və digər insanların da əlavə olmasından danışacağıq. Bu çox vacib məsələdir. Hörmət televiziya tamaşaçıları, dünyanın ən məşhur fiziklərindən biri olan Stefan Hawking bu yaxınlarda keçirilən bir konferansda onun fiziki imkanları imkan vermirdi iştirak eləməyə. O xüsusi cihazlar vasitəsindən bildirdi ki, biz ayağımızın altına deyil, göyün üzünə baxmalıyıq və bu göyün üzünü də elmin nəticələri göstərir. Yəni, üfüqdə elmin nəticələri var.
Açıq dərsin növbəti efir vaxtına dək sağ olun.